Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. 30 ilə yaxın idi ki, bu gözəl yer düşmən tapdağı altında olmuşdu. Lakin biz bu torpaqlara qayıdacağımıza həmişə əmin idik. Çünki bu torpaqlar bizim əzəli ata-baba yurdumuz olmuşdu. Mən belə başa düşürəm ki, bir müddət Qarabağdan ayrı düşməyimizin əsas səbəbi ocağımızın başına yaxın düşmənləri buraxmamız olmuşdu. Biz bu illər ərzində anlamalıyıq ki, məkili düşmənə qarşı daim ayrı sayılmaq lazımdır. Belə də oldu. 44 günlük haqq savaşında biz Qarabağımıza, Şuşamıza qayıtdıq. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan xalqı daşda ali baş komandan olmaqla dəmir yumruq kimi birləşərək torpaqlarımızın azad olunmasına başladı. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu. Düşmən darmadağın edilərək tam məğlub oldu və Konstitusiya sənədində imza atmaq məcburiyyətində qaldı. Vətən müharibəsi, Qarabağın azad olunması prezident, xalq, ordu birliyinin möhtəşəm qələbəsi idi. Türkiyə Respublikası müharibə ilk günlərindən Azərbaycana ən böyük mənəvi siyasi dəstək göstərən ölkə oldu. Ölkəmiz 44 günlük savaşda daim qardaş Türkiyənin dəstəyini hiss etdi. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı olaraq qardaş Türkiyədən ancaq bu qətiyyətli sözləri eşitdik. Həm meydanda, həm də masada hər zaman can Azərbaycan yanındayıq. Şuşa bəyannaməsi bütün bu deyilənlərin təsdiqidir. 2021-ci 15 iyun tarixində Azərbaycan Respublikasının prezidentinin dəvəti ilə Türkiyə Respublikasının prezidentinin Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinə səfəri baş tutdu. İki qardaşı 100 il əvvəl bir-birinə bağlayan Qars müqaviləsi isə bugün artıq onu tamamlayan Şuşa bəyannaməsi olacaq. Qars müqaviləsindən sonra imzalanmış bəyannamə ən qətiyyətli addımdır. Şuşa bəyannaməsi əsas istiqamətləri bunlardır. Müdafiə və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni və humanitar əlaqələr, nəqliyyat və kommunikasiya. Müdafiə və təhlükəsizlik Azərbaycan və Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. İqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi dialoqun formalaşmasını göstərdi. Belə ki, Azərbaycan regionun güclü və söz sahibi olan bir dövlətlə çevrilmişdir. Mədəni və humanitar əlaqələr, Şuşada imzalanmış bəyannamə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Nəqliyyat və kommunikasiya bu bəyannamə gələcək nəsillər üçün stratejik yol xəritəsi olmalıdır. Şuşada dalğalanan bu iki bayraq qardaşlıq, tarix və gələcək deməkdir. Bir millət, iki dövlət ideyası sadəcə bir şüar deyil, real siyasi və strateji əməkdaşlıq modelidir. Bugün Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf etməkdədir. Bu siyasətin əsası isə ümumilikdə Heydər Əliyev tərəfindən qoyulmuşdur. 15 iyun təkcə milli qurtuluş günü kimi deyil, həm də tarixi əhəmiyyətli Şuşa bəyannaməsinin imzalandığı bir gün olaraq təqvimə daxil oldu. Sonda isə çıxışımı bu şeirlə bitirmək istərdim. Əziz Şuşa, sən azadsan, zirvələrdə qartal kimi, sən ruhuna qol qanatsan, gerçəkləşmiş Vüsal kimi, qisas üçün savaşaraq, neçə sədlər dağ aşaraq, dağları dırmaşaraq, qəlbi oldu hilal kimi, dastan oldu böyük zəfər, qalib oldu xalq müzəffər, sərkərdəmiz etdi zəfər, bir müqəddəs amal kimi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dincələcək. Şuşa bizimdir. Qarabağ bizimdir.